bölümün başlayıram. Allah'a şükür olsun ki bu günləri də bizə ömür və fürsət verdi. Türk dünyasının, Türk insanının yarattığı dil uyğarlığından və yazı uyğarlığından ki, tamam uyğarlıqlar bunların içindədir. Bu iki uyğarlıqdan bir neçə ayrı bunların içində olan uyğarlıqlardan haqqında yazılmış kitablarından tanış olaq. Keçən cələsədə yəni 292-də iki kitabla tanış olduq. Biri tibb idi. Bu tibbi 365 il bundan öncə nüsxəliyiblər. Yəni üstündən fotokopi deyək, çəkiblər, yazıblar. Amma onun əsli yazanı 890-cı illə 910-cu illər arasında yazmışdı. Ki mən bunun ortasını tutdum, yəni 900 ili tutdum. 547 il öncəyə rast gəldi. Yazılmış bu kitab. İkinci kitabın adı Eşqnamə idi. Bunun yazarı Əbdülməcid İzzəddin Firiştezadə. Yazar, yəni bu Firiştezadə rəhmətlik Əbdülməcid İzzəddin 833 Hicri qəməridə bu kitabı yazsa 614 il bundan qabaq ola bilər. Amma bu nüsxə ki biz oxuduq, o nüsxə 1215-də yazılmışdı. Bir adam əli ilə Übeydullah Dərə Əs-Sünbüli deyə bir şəxs əli ilə. Gedək görək bu günləri şansımıza əski türk dilində yazılmış kitablardan neçə yüzillik və əllə yazılmış, çapa getməmiş kitablardan hangisi şansımıza çıxır ki biz onunla tanış olaq. Əbdülməcid İzzəddin Firiştezadənin dünən kitabını oxuduq. Tamam. Bu günləri Fürqətnamə deyə bir kitab açıram və ha belə bir dana da başqasını açım. Fərhəngi lüğəti Farsi be Türki. Bu iki kitabı bu gün açaq, görək ki bizim hansısını oxuya bilirik və nə cür oxuya bilirik. Əvvəl bu kitabın Berlində saxlanır, bunu elə görürük. Yazıbdır Fürqətnamə Həmzə İbni Hacı Murad Türki be xətt, özünün xətti ilə yəni. Beləsi bu PDF-in başında yazıblar. Bilmirik ki düzdür ya yoxdur. Bu kitabın harda saxlanır? Berlində saxlanır. Almanda. Kitab-ı Fürqətnamə-i Xəlili Şairün Mövzun. Kitabın özünün üstündə. Əgər diqqət eləsəz, kitabdan biri əks qoyublar, çox cəlibdir. Mən bunu biraz yekəldim. Çünki kitabın səhviyyə yerləşməyi imkanı var. Kitab çift kimidir. Yəni ağzı gəlir, qatlanır kitabın üstünə və beləliklə kitab daha çox hifz olur. Qoymur ki, xarab olsun. Belə bir kitabla qarşıyıq. Kitabın özünün üstündə bir kağız kəsiblər, yapışdırıblar. Cild zahirən göndür. Çox da gözəl bunun dövrəsində, ortasında nəxşəsi varmış. Amma indi bu zaman içində əlin təri ilə, filanı ilə, bəhmanı ilə həm cırılıbdır, həm də ki o rəngi solub gedibdir. Nəzərə gələn bu xurmeyi deyə bizdə rəh var, ilmək salanlar bilərlər. Fərşi işində olanlar bilərlər. O rəngidə bunun rəngi varmış. Kitabın adını yazıbdır Fürqətnamə-i Xəlili Şairün Mövzun. Bunun elə adını yazaq. Burada görsədir ki, bu kitab 407 səhifədir, PDF görsədir. Amma görək PDF-in hər səhifəsində bir səhifə qoyublar, yoxsa az, yoxsa çox. Belə görsənir ki, bir səhifə qoyublar. Kitabın cildin açıbdır, cildi zahirən açandan sonra görürük ki, bu kitabın içidir. Yəni bu indi kitabı açıbdır cildi. Birinci səhifə ki görsənir. Burada cildin öz içi görsənirdi. Yəni cildin eşik tərəfi gördük, gön idi. İçəri tərəfinə baxırıq, görürük bir şeylər də burada yazılıblar. Almanca ehtimalən yazılmış ola bilər. Ondan sonra ikinci səhifəni kitabın içindən görürük. Burada kişmiş etmiş dürani etmə
cidal tiğ la yes'əl la ya'qal. Belə bir şey yazıblar. Üçüncü səhifədə də yenə belə bir şeylər yazıblar. Kəlmə xətt təmrin edilmiş. Əslində bu kitab xətt təmrin olubdu. Bu dördüncü səhifədə almanın möhrünü görürük. O alman hər yerdə saxlayıblar, onun möhrünü görürük və bu kağız cırılıbdır. Bunu bir ayrı kağızla yapışdırıblar kitaba. Üstündə də çoxlu bir şeirlər ehtimalən yazılmış olar. Bu da burada görsənir. Sonra divan başlayır. Divan-ı Xəlili fərmayət. Xəlili deyibdir. Divan adı divandır. Bəs burada yazaq divan. Divan-ı Xəlili. Elə beləsi Xəlili. Fürqətnamə, amma Divan-ı Xəlili. Adı da Fürqətnamə. Burada da görürük kitab çox çürüyübdür, əpriyibdir. Yəni tökülübdür, onu da görürük. O birisi səhifəyə keçir. Çox gözəl xətti var və diqqət eləməmişdim. Bu xətt çox gözəldir. Hər sətirdə də feilən burada ki görsənir. 4-5 kəlmədən izafi yazmayıbdır. Çox böyük və aydınca bir xəttdir. Amma ən önəmlisi budur ki, o zaman ki yaşırmış, o zamanda hər kəlmənin, hər hərfin səsin üstünə qoyduğu üçün standart eləyib. Yəni biz indi bunu öz sevdiyimiz kimi bu Təbriz ləhcəsi ilə, Əhər ləhcəsi ilə, nə bilim, Zəncan ləhcəsi ilə, Qəşqai ləhcəsi ilə, Türkmən ləhcəsi ilə oxumayacağıq. Hər kəs elə məcburdur ki, bunu o yazıldığı formatda ki, ədəbi formatdır, o səsləri ki qoyub bu ədəbi yazının üstünə onunla da oxusun. Bu da bunun bir gözəlliğidir ki, bu ikinci səhifədə ona mütəvəccüh oldum. Cırıqlığını yenə görürük. Aynı vəziyyətdə davam edir. PDF-in hər bir səhifəsinə bir səfə kitab qoyublar. Aynı xətt ilə davam edir. Bu kitab əslində 407 səhifəsinə baxmayaraq ehtimalən 100 səfə yığsaq, o qabaqçı səfələrin 100 səfəsi olar olmaz. Amma gözəl xətt ilə yazılıb. Heyf ki, çox şey olub da, yəni biraz çox çürüyüb əslində. Dər ağaz xən və ismi kitab. Burada da gələcəkdir kitab haqqında danışsın, bunları oxuyarıq inşallah ömrü olursa. Ağaz-ı dastan, burada da dastana başlayıbdır. Dediyim kimi, bəzən mən bunu qeydəndə yenə əgər görsəm belədir, kitabları məmulən onlar ki gəliblər sonra xəttatlıq eləyiblər, yəni nüsxə götürüblər, yəni kopya eləyiblər, üstündən yazıblar. Onlar bəzən götürüblər şeirə başlıq qoyublar. O başlığı farsca qoyublar bəzən. Baxarıq görürük ki, bu kitabda da aynı davam edir ya yox. Mən biraz bunun sürətini çoxaltdım ki, görək nə cürdə. Hər yerdə qırmızı xətt görsəm ona bir durub baxacağam. Görüm ki, əcəba bir taza qonu var bunun içində ki, diqqətlə ona baxmağa ehtiyacı olsun. Sual-cavab, qəzəl. Tamam, biraz sürətlə gedək. Aynı xətt ilə davam edir. Bəzən xətt bir zərrə o yüz bu yüz olur, amma burada məsələn çox kiçikləşdi xəttlər, o yox, yekəlikdən azaldı, amma sətirlərin biraz uzunlatdı, amma çox sətir yazmayıb. Hər halda bir dənə divanla qarşı-qarşıya yox. Niyə divan deyiblər? Ehtimalən bunlar dərbarda yazıldığı üçün, dərbara yazıldığı üçün, oradan para aldıqları üçün, pul aldıqları üçün bunlara divan deyiblər. Divan tutmaq bilirsiniz bizdə vardı. Yəni hətta mühakiməyə də belə divan tutmaq deyərdilər. Falan kəsin divanı tutdular. Qəradağda belə var idi. Özəlliklə məsələn böyük bir şəxsiyyət dixalət eləsəydi, birini mücazat eləsəydi, ona divan deyirdilər. Yadıma gələr, bəlkə də səhv edirəm. Gedirəm kitabın son səhifələrinə, çünki aynıdır və çox da fərqli bir şey görmürəm. Onun üçün elə gəldik səhifənin axirlərinə. Yenə kitabın axirləri daha çox əpriyibdir. Burada baxırıq. Getdikcə bu çürüməkləri çox görürük. Kitabın içinə nədir tökülübdür,
şorbadır, nədir tökülüb bunun üstünə hesabı və son da buradadır. Əcəba bundan bir əksləri də kitabın özündən də əkslər qoyubdu. Bu əksləri qoyduğu üçün biraz kiçildirəm ki, kitabı görək. Kitabı görürük. Burada əksləri cildindən, qıraqlarından, şirazəsindən qoyubdu. Qutardı. Tamam, kitabı yenə yekəldək və qeydaq əvvəldən başlayaq bu kitabdan biraz oxuyaq. Burada nə yazıbdır? Ötürək geçsin. Hər halda bu kitaba Divan-ı Xəlili fərmayət. Bismil Xaliqil Həsənil Cəmili və həmdülillahilləzi fəzləl cəlili. Fəzlil cəlili. Salatullahi mevlanəl məvəlli Hayy ərvahin nəbiyyil haşimi. Ehtimalə hətta ola bu. Həttəl ərvahil nəbiyyil haşimi. Salamun fi salamin fi salami əla ərvah əshabil girami. Kiram. Tu bismillah ilən. Tu bismillah ilən. İlən deməyibdir. Biz indi ilən yazırıq. İlə. Burada deyir ki, ilən. Tu bismillah ilən qıldıq suy nur ya süri nur. Belə bir şey gedibdir. Çünki görsənmir ki, bu vavdır, redir, nədir? Ona görə qaldım. Pəs ani dinləmək nurun əla nur. Gəlün mət edəlüm ol paknami. Kim oldur qamünün püştü pənahi. Burada üstəkində gedibdir bunlar, sonra yazıblar. Yəni silinibdir, cırılıbdır, nə olubdur, sonra yazıblar. Ona görə də bəzən yaxçı yazılmayıbdır. Pəs ani dinləmək nurun əla nurun olacaq. Gəlün mət edəlüm ol pak. Nam mən görürəm, benam da ola bilər. Kim oldur qamünün, qamu burada hamının. Amma burada ümmət anlamına gəlir. Qamu özü hamı, qamu, qamunun, onun millətinin puştu pənahi, xudavəndə kərim ləm yəzəlsən, xudavəndə kərimü ləm yəzəlsən, ləm yəzəl yəni zaili olmayansən, qədimü qadirü həyyü əzəlsən, əzəl də dedik ki, ucu bucağı yox geçmişdə, əvvəli yox. Münəzzəhdir qəmu, şirk-u ribadən. Qəmu üstə dedik, hamandır. Üstə qamunu demişdi, burada qəmu dedi. Münəzzəhdir qəmu, şirk-u riyadən. Qəmu yəni hamısı. Hər növ şirk-u riyadən münəzzəh pak, təmiz olmaqdır. Mübərradır, münəzzəhət ay bir şeydir. Mübərradır, qəmu çünü çəradən. Allahı çünü çəra eləmək olmaz. Bir əvvəldir ki, yoxdur ona qayət. Bir axərdir ki, yox ana nəhayət. Bir qayəti yoxdur, yəni hədəfi yoxdur, sonu yoxdur hətta. Bəlkə əvvəlində istəyir ki, keçmişi yoxdur. Nəhayət də ki, sonu yoxdur, son anlamında. Nə cövhərdir, nə cismu, nə ərəzdir. Bunlar fəlsəfi sözlərdir. Cövhər, cism və ərəz. Zehi fail ki, fiili bir qərəzdir. Fiili işi, bir qərəz, hədəfsiz bir işləri var. İndi burada istəyək, məsələn, bu üç kəlməni tərif eləsin. Cövhər nədir? Cövhər neydi? Cism və ərəz. Hara getdi? Cism və ərəz
müsəlman filsufların dilində hansı mənaları daşırlar? Bu üçlü istilahi İslami fəlsəfənin xüsusən məşşai və kəlam gələnəyində əsasi dayaqlarındandır. Qıssaca deyil, mənaya gedək. Cövhər ya da cəvhər deyilir. Müsəlman filsuflarda Farabi, İbn Sina və sonrasılar tərifi nədir? Yəni bunlarda tərifi cəvhər. Cəvhər o şeydir ki, öz vücudunda başqa bir şeyə möhtac deyil. Yəni qaim binəfsidir. Pəs cəvhər o bir varlıqdır ki, olmağı üçün bir ayrı dəlilə, illətə ehtiyacı yoxdur. Məlul deyil. Tamam. Misli məsələn deyir, cövhər əqli kimi. Amma əqli bir nəfər yaratmalıdır. Mən bilmirəm niyə. Nəfs kimi. Cövhər maddi. Bu cövhər mücərrəd dedi bunlara. Cövhər mücərrəd əqli kimi, nəfs kimi. Məncə belə bir şey yoxdur. Cövhər maddi. Məsələn, nəfs ruh olsa, hətta ruh da İslamda şeyə bağlıdır. Amma deyiblər də. Cövhər maddi, həyula, maddi ola, ya maddi əvvəli. Maddi ola. Həyula deyə birinə ad qoyublar. Maddi ola. Əvvəl, ya belə, yaxşı topraq. Surət, yəni şikl. Cism, yəni o şey. İbn Sina'da cövhərin mənası ma yequmu bi nəfsihi və la yahtacu fi vücudihi ila mawzu'in. İbn Sina cövhəri belə tərif edibdi ki, o şey ki, özü özlüğündə ola bilər və varlığında ayrı bir şeyə ehtiyacı yoxdur. Ayrı bir şeyə möhtacı yoxdur. Cism ya cisəm deyibdi belə. Cism cövhərin bir qismidir. Cövhər dedik o şeydir ki, özündən sonra bir icad eləyənə ehtiyacı yoxdur. Özlüğünə vardır. Amma cism onun bir parçasıdır deyir. Cism cövhərin bir qismidir. Tərif, tul, ərz, ümq, qəbul edən, qabil-i inqisam olan cismə, cövhərə cism dərlər. Əgər bir cövhəri ola ki, onun eni, boyu, dərinliği ola və bunları qəbul eləyir, yəni deyək ki, ölçə bilək. Bölməyə imkanı ola onu, hər şey ola bilər. O cövhər cism deyərlər. Belə bir cövhər olsa ona cism deyərlər. Fəlsəfi mənisi cism, həyula, surəti cismiyyə. Görünən bir şey. Hərəkət. Yəni fəlsəfi mənisi hərəkət, sükun, təğyir və məkan qəbul edər. Nə mənədir bu? Cismdən danışırıq. Cismdə hərəkət, sükun ya hərəkət halındadır ya durğundur. Təğyir dəyişər. Məsələn, insan uşaqlığından böyüklüyünəcən dəyişir. Ağac dəyişir, daş dəyişir zaman içində. Dağlar, dərələr dəyişirlər. Və məkan qəbul edər. Bir yerdə olar, bir zamanda olar, bir məkanda olar. Misal, insani bədən, daş, ağac, sima. Sima insanın gözü. Mən bunları oxumamışdım, amma gördüm. Mühüm nöqtə, nə mənəsidir? Hər cism cövhərdir. Hər cism deyir bir cövhərdir, amma hər cövhər cism deyil. Əqli misal vurdu, nəfsi misal vurdu. Bunlar cövhərdirlər, amma cism deyirlər. Fəlsəfədə belə düşünüblər, biz də fəlsəfə ona görə. Ərəz nədir? Ərəz. Öz başına qaim olmayan, məsələn, ağlıq, qərəlik öz başına qaim deyil. Hətmən gərək bir ayrı cismə yapışa, ayrı bir cövhərə yapışa ki, görsənə. Öz başına, məsələn, ucalıq, qıssalıq, yoğunluq, naziklik, soyuqluq, istilik, kəsərlik, kütlük. Bunlar öz başına tapılmaz. Bunlar bir ayrı bir şeydə olar. Öz başına qaim olmayan, bəlkə başqa bir şeydə, cövhərdə mövcud olan şeyə ərəz deyərlər. Məsələn, dedik ki, ərəz hətmən bir mövzuya muhtacdır. Ərəz dedik bir şeyə muhtacdır. Məsələn, məşhur rəng
şikl, hərəkət, sükun, hərarət, burudət, kəmmiyyət, neçə danalıq. Əlbəttə kəmmiyyət və keyfiyyət var. Kəmmiyyət iki yerə bölünür. Ədəd, sayı, miqdar. Məsələn, bəzisi sayılar, məsələn, alma 100 dana alma, 1000 dana ağac, 1 milyon tümən. Amma miqdar, torpaq, su, hava, düşüncə, ağac, cövhər cismidir. Yaşıllıq, rəng, uzunluq, hərəkət, məsələn, yeyin gedir, yavaş gedir. Bunlar da ərəzdir. Üç istilahın, tamam, ötürək burada. Bunları bir kolay bildik da, yəni, onu istədim ki, deyək ki, şair bu üç dənanı nə işlədir? Nə cövhərdir Allah, nə cövhərdir, nə cismü, nə ərəzdir. Zehi fail ki, feili bi qərəzdir. Fail iş görən, feili iş. Məsələn, mən kitab oxuram. Mən failəm, oxumağım, kitab oxumaq feilidir. Məf'ul nədir? O kitab ki, oxuram. O da məf'uldur. Ya, o oxuduğum şey, hətta kitab olmasın, hər nə ki oxuram, o da məf'uldur. Ədəbiyyatda və fəlsəfədə belə danışılır. Biridir zat-ı heyrətdən, cəhətdən, bəridir, bəri, paç, uzaq. Bəri, uzaqdır. Ehtimalən bəri sözü, mən bunu ehtimalən görüm, bəridir, nə dedi? Zat-ı heyrətdən, cəhətdən, bəridir. Zat, heyrət, cəhətdən. İndi burada bəri nə deməkdir? Görək bunu tapa bilir bizim üçün. Bəri sözü istəyirəm görüm, yəni bilirəm nədir. Görək türkcədir yoxsa yox. Bəridir zat, heyrət, cəhətdən. Yəni zat etibarilə hər şeydən ayrıdır. İndi bir az da açaq. Zatdən bəri, zat həq, ya mütləq vücud, məxluqatın mahiyyətlərinə bənzəməz, qiyas qəbul etməz, təşbihsizdir. Tənzih deyilir də, tənzih. Heyrət cəhətdən. İndi istəyirəm bunu istəmirdim, mən istəyirəm o bəri sözü, bəri, belə söyləyim, daha yaxşı olsun. Bəri nin kökü nədir və haradan gəlir? Görək ki, bu bəri sözü bizdə bəri var. Bəri sözü də yəni bu tərəfə, amma əcəba bu bəri pak olmaq da ondandır. Gözəl və dəqiq sualdır. Bəri sözünün kökü və tarixi bu şəkildədir. Bərinin kökü və mənşəyi. Farsi mənşəlidir. Bəri, bərri, bəri. Belə bir şey olmayacaqdır. Kök. Bər, bor, burun, ayrı, kənar. Ayrı da tözdür, kənar da. Bunlar türkdülər. Burun da burundur. Buradan yenə də Allah Allah. Bunların hamısı türkdür. Necə oldu bəri özü? Bər. Bər bir yana, bir tərəfə. Farsda işləmir, bizdə işlənir. Bu da göstərir ki, bəri türkcədir. Həmin mənadadır ki, mən dediyim, yəni bəri olmaq, paç olmaq. Əlbəttə paç anlamında bəlkə bu anlamda ki, biz bəri gəl, yəni bizə tərəf gəl. Ehtimalən elə bu qavramda işlənibdir ki, bəri yəni bizə tərəf olan şey. Bəridir zati heyrətdən, cəhətdən, münəzzəhdir qəmu hadis sifətdən. Hadis dedik ki, sonra yaranan bir şeyə deyirlər, məxluq bir şey. O şey ki, yaranıbdır, ona hadis deyilir. Həyula ilə surətdən müərra. Həyulanı da ki, oxuduq nədir? Həyula ilə surətdən müərra, vücudi vacib imkandır mübərra. Həyula ilə surət, bunu yazaq. Bunu da bizə desin. Həyula və surət. Bu da İslami fəlsəfənin özək məfhumlərindəndir. Özək yəni məxsus, ona aid. Həyula və surət birlikdə açaq. Aram-aram, aram-aram farscadır nəzərimə gələn.
amma bəlkə də fars deyil, yavaş-yavaş. Həyula, həyuli, həyuləvi. Mənşəsi Yunanca. Ehtimalən Yunandan gəlibdir həyula sözü, ərəbcəyə həyuli deyə gəlibdir. Osmanlı türkçəsinə həyula olaraq keçibdir. Fəlsəfi mənəsi həyulanın öz zatında şəkilsiz, sifətsiz, sadəcə qabiliyyət olan maddə. Maddədir, amma özlüğündə şəkli yoxdur. Sifəti də yoxdur, yəni böyük kiçikliyi yoxdur. Nə demək olar bu? Sadəcə qabiliyyəti olan, bu imkanı var. Qabiliyyət yəni çıxar. Türkçəyə desək, çıxarı var ki, yekə olsun, kiçik olsun, yoğun olsun, nazik olsun, soyuq olsun, isti olsun, qərə olsun, ağ olsun. Bunlar qabiliyyət demək bunlardan ibarətdir. Bəs deyir ki, bu təsəvvür edirik da belə bir şeyi. Yəni eşikdə yoxdur. Məsələn deyirlər ki, qaranlıq çala göylərdə. Ya nəminiyə indi mən bunu ötürək. Keçmiyor ora. Bir maddə zehnimizdə qoyaq ki, bunun şəkli yoxdur. Təsəvvür edirik da. Sifəti də, yəni ağdır, qərədir, böyükdür, azdır, kiçikdir, yoxdur. Bunlar yoxdur da. Nə cismidir, nə surətdir, nə məhsusdur. Fəqət qabildir. Qabil yəni çıxarı var. Çıxarı var ki, bir şey olsun. Məsələn, iradə. Mənə belə gəlir ki, cism deyil, surəti də yoxdur, məhsus da deyil iradə, amma qabildir. İradə elərik, dövlətimizi qırarıq, iradə edərik, evdə otururuq, deyərik ki, gəlsinlər, düşmən bizə haqq verəcək. Həyula quvvə-i məhzə. İbn Sina deyir ki, həyula quvvətun məhzə. Məhz sirfən bir olmaq imkanıdır. Olasılıq imkanıdır. Quvvə yəni güc. Yəni olasılıq. Yəni burada olasılıq mənasına verir. Olasılıq, məhz olasılıq. Hətta Allah da buna gedə bilir də, yəni quvvə-i məhzdir. Necə başa düşək? Həyula, olmaq imkanı. Dedik də bu ola bilər. Surət olmuş halı. Məsələn, deyirik ki, məsələn mən deyirəm, mənim kötücəm olacaq. Bu bir təsəvvürdür, yoxdur indi. Amma quvvədir, yəni ola biləcək, çıxarı var olsun. Ehtimalı çoxdur ki, ola. Yəni ola bilər, imkandır, ya ola bilər, ya ola bilməz, o sonradır. Amma o zaman ki oldu, onda surət olur. Bu, məsələn, bir dənə misal beləsi vursam, fikrim ki, surət sözü nədir? Ərəbcə sözdür. Şəkil, nəzm, mahiyyət. Şəkil, surət dediği, mən məsələn bir həm mahiyyətəm, həm də bir şəklim vardır. Yəni baxırsınız üstünə adamam da, yəni bir şeyəm. Nəzmi də var içində. Məsələn, qol, qanat, hər kəsin öz yerindədir, münəzzəmdir. Qarma-qarışıq deyil. Əlbəttə, hətta qarma-qarışıq da olsa yenə də surətdir. Yəni məsələn, bəzi bir dənə nəqqaş var Avropada, çox dedim, əcib dedi bunlar. Məsələn, nəqqaşı çəkibdi, adamın məsələn gözünün yerinə qol çıxıb məsələn. Hətta o da bir surətdir. Yəni zehni yaradan şey surətdir. Münəzzəhdir qəmu sifətdən, həyula ilə surətdən müərra, vücudi vacib imkandan mübərra, vücudi vacib imkandan mübərra. Yəni imkanı var ki, Allah olsun, ölsün, doğsun, doğulsun, evlənsin, ərə geçsin, deyir bundan da mübərradır, paçdır. Anın mahiyyətin əql etməz idrac. Anın mahiyyətin əql etməz idrac. Qəmu əşya dilindən ma ərəfnac. Qəmu əşya dilindən. Biz əşyanın tərəfindən, bu kompüterin, o çırağın, o telefonun, bu qələmin, bu kağızın tərəfindən deyirik ki, ma ərəfnac. Biz səni tanıyamırıq. Şulər kim zatini təşbih edərlər? Şulər yəni bunlar. Bunlar ki zatini, Allahın zatın.
İndi zat kəlməsində burada yazsaq, onu da gətirək. Sifatı oxuduq, zatı da yazaq ki, bəlli olsun nə deməkdir. Zat sözü. Bu sual da həmən silsilənin qəblinə dönür. Zat nədir? Qıssaca desək, təbəqə açaq. Zatın lüğəvi mənisi, zatın lüğəvi mənisi. Ərəbcə zat, ərəbcədir. Əsli mənisi öz, nəfs, özlük. Özü, hər şeyin varlığı, özlük. Zat, yəni özü. Nəfs, özlük. Zat-ı şey, o şeyin özü. Fi zatihi, özlüğündə. Bu elə şeydə də işlənir. Fəlsəfədə nədir? Mahiyyət ləhu nisbətindədir. Mahiyyətlə nisbətdədir. Fəlsəfədə xüsusən İbn Sina mahiyyət deyəndə nədir? Mahiyyət müsəvidir. Mahiyyət ki deyirlər, türkcə nə deyək ona? Nədir? Nə demək? Nədir? Mahiyyət yəni bu. Nədir? Mən türkəm. Bu mənim mahiyyətim oldu. Mahiyyəti biz tərif edirik. Çünki biz vaqəən bilmirik o şeyi ki görürük, onun mahiyyəti nədir. Biz anlayışımızı ona nisbət veririk. Amma insan özünə mahiyyət qoya bilir. Çünki insan muxtardır. Bu haqda heç olmasa bu haqda muxtardır ki, desin mən mahuvə. Mahuvə nədir bu? O nədir? Vücud var olmaq, zat mahiyyətin öz həqiqətisi. İnsanlıq zatdır. İnsanlıq. İnsan məsələn mən, sən zat hesab olunur etmir. Bu zat vücudla ya mövcud olar, ya da zehində qalar. Yəni ya doğular insan deyəndə insan, məsələn dedim ben, məsələn mənim 50-ci nəvəm, evladım. Məsələn bu ya doğular olar, ya da elə zehnidə qalar da. Məsələn fikir eləyin ki, mənim 50-ci nəvəm bir dənə qızdır, yəni 50-ci nəslin. Bir dənə qızdır, məsələn 1 metr 85 sant boyu var, məsələn, qara uzun qaşı var, nazik qeytan dodaqları var, uzun qərə saçları var, şallaq kimi aslanıb. Bu məsələn təsəvvür də elədik, amma zat deyil. Təsəvvürdür, zehnimizdə var. İnşallah belə bir uşağım olursa mənim 50 nəsli sonra, yəni onlar 1000 ildən o öz bu üzə 1500 ildən sonra onda bu nə olacaqdı? Zat mövcud olacaqdı. Bu səthdə zat təriflə anlaşılır. Fəqət tərif eləyəndə anlaşılır zat. No və fəslə bəyan olunur. No nədir, fəsl nədir, ayıran bunu nə ilə ayrılır, nə ilə bağlanır. Onlarla dedik, məsələn 50-ci nəvəm, məsələn orada 50-ci nəvə, həm də qız ayırdıq orada da, yəni oğlandan ayırdıq, məsələn boyun dedik filan bəhmə. Tamam, buradan keçək. Cövhər ərəz nisbətdə zat, cövhərin özü, əraz zata zaid olanlar. Cövhər dedik bu telefon. Məsələn bunun rəngi ya boyu ərəzdir. Bunlardan keçək. Fəqət burada üçün fəlsəfi danışıb bu adam, çalışıram ki, onları şulər kim zatini təşbih edərlər, Allahın təalim bənzədə, təşbih yəni bənzətmək, onun haqqi gibi tövcih edərlər, onun haqqi ki bi tövcih edərlər, onun haqqinə tay bənzər tövcih edərlər, onun həmdi lisani fəhmə sığmaz. Onun həmdi, Allahın həmdi lisani fəhmə, insanın fəhminə, düşüncəsinə sığmaz. Ki nəfsi, əqlü, fikrü həmə sığmaz. Ki nəfsü, əqlü, fikrü vəhmə sığmaz. Ki Allah da nəfsə, əqlə, fikrə və vəhmə hətta sığmaz, yerləşməz. Necə həmd eyləsin insan xaki,
İnsan içi torpaqdan gəlibdir. Necə vəsf eləsin, həmd eləsin. Anun beyki müəlla zat paki. Anun bini, anun beyki müəlla zat paki. Beyki bilmirəm nə deməkdir. Necə həmd eyləsin anın xaki paki. Bunu yazaq, görək ki, bu beyki nə çıxır. Necə həmd eylə. Necə demişdi? Necə həmd eyləsin insanı xaki. Necə həmd eyləsin insanı xaki. Aydad. Anun beyki müəlla zat paki. Anun beyki zati anun beyki müəlla zat paki. Anun beyki müəlla zat paki. Bu beytdə beykinin anlamı nədir? Bu beyt qədim türkcə Osmanlı üslubunda deyilmişdir və sualdakı nöqtəni doğru tutdun. Beyki sözün mənisini açaq. Beyt. Necə həmd eyləsin insanı xaki, anın beyki müəlla zat paki. Beykinin mənisi bu yerdə beyki çünki, zira, besəbəbi inki, səbəbinə bildirir, səbəbiyyə bildirir. Təlil mənisidir, illət, təlil yəni illət gətirir. Tamam. Anın beyki müəlla zat paki. Biçun da ola bilər əlbəttə. Çu yox, həmdinə anun əvvəla əcz. Çu yox, həmdinə anun əvvəla əcz. Pəs ol yek rəngi dürür, izhar ola əcz. Burada yek rəngi də deyil. Pəs ol yek rəg durur, izhar ola əcz. Bu yekrək durmaq nə deməkdir? Cəlibdir ki, bunu şey eləyəmirik, copy paste eləyəmirik. Ol yekrər durur, ol yekrək durur, yekrək durur, izhar ola əcz. İzhar ola əcz. Görək bunu eləyə bilir mi ayrısı versin? Bu misra qədim türkcə Osmanlı şeirdir. Filan, o, yeklərdir, izhar-ı əcz, kəlmə. O, yeklər, yekrəkdir, yekrək edər. Məni verə bilməyibdir, yəni. Yekrəkdir, izhar ola əcz. Rəsulullah ki, tac ənbiyadır, cəmi oliyaya pişvadır. Dedi, ben acizəm həmdündə ey haq, gəru həmdüm sən et zat-ı mülhaq, zat-ı mülhaq. Gəru həmdi, gəru həmdüm sən et zat-ı mülhaq. Münacat, xudavənda kərima kirdicara, rəhima qadira pərverdicara, bənəm bir acizu dərmündə miskin, غریب و بینوا و زار و غمگین işimdir gecə və gündüz məasi günahlar. Bənim bir yüzü qarə bəndə asi. Bənəm bir yüzü qarə bəndə asi.
Zəbun oldum bu nəfs-i şum əlindən, şəqi و sərkeş و məşum əlindən. Bana tevfik rahim göstəri ver, göstəri ver, göstər. Bana tevfik rahim göstəri ver, bəni nəfsüm əlindən qurtari ver, qurtar ver. Bu model ki göstər ver, bu Türkiyədə bu gün işlənir. İstanbulda İstanbulda özəlliklə, Ankara'da bu növ tərkib, məsələn bu yəni göstəri ver, qurtari ver, bunları işlədir. Hətta televizyonda da bunu işlədirlər. Yəni canlı yayınlarda, xəbərdə yox ha. O birisi bərnamələrdə ki, canlı yayın olur. Özəlliklə xanımlar bərnaməsində evlənməkdir, nə bilim, boşanmaqdır, bu cür bir şeylər proqramda bu cür tərkiblə işlədirlər. Bizdə yoxdur. Mənidən ma ərəbcədir. Məni də erkəkdən gələn su ki, xanımısı ilə rabitədə olur. O suyun adı ərəbcə mənidir. Yenə qurtar məni ma-i mənidən. Yenə də məni ma-i mənidən qurtar. Yəni bu şəhvətdən. Şəhvəti belə işlətdi. Yarattın üçün məni ma-i mənidən, yenə qurtar məni ma-i mənidən. Ma-i məninin əlindən məni yaratmısan, onun əlindən məni qurtar cinəndə. Şəhvətə mübtəla olmayayım. Çü sənsin mütləqa əf'alə xaliq, tamam əf'alın yaradıcısı sənsən. Bənim əf'alım etdir sanə layiq. Mənim də əf'alım sənə layiq, sanə sənə. Di zarükündən bəni məhrum qılma. Diz ərkündən olacaq ehtimalən, bəni məhrum qırma. Mən bunu diz ərkündən olsam, ərk yəni etimad. Ərk edirəm, sənə ərkim var, ərkimə görə gedirəm. Ərk özü də ki, bizdə Təbrizdə işlənir, yəni etimad, güvənc, güvəncə. Ərk o mənadadır. Farsca deyil ki, deyək, məsələn, bura Ərk Əlişahdır, yəni yox, ora düzdür, adı Ərk Əlişah, yəni Ərk Əlişaha etimad eləmək yer. Etimad mərkəzidir ora. Bənim əf'alım etdir sənə layiq. De zarükündən bəni məhrum qılma. Zarük zikri də ola bilər. Zikirlərindən. De zakirlərindən bəni məhrum qılma. Bu de niyə gəlibdir bilmirəm. Zikri də ola bilər. Zarüklərindən, zikirlərindən. Ya zikr olanlardan. Müşərrəf qıl bəni möhüm qılma. Möhüm iki mənadadır. Bir mohum anlamındadır, mühüm, önəmli. Bir də mohum əgər oxusaq, məvhum əlbəttə yazıbdır. Yəni təvəhhümlü. Müşərrəf qıl bəni. Məni müşərrəf elə, məvhum qılma. Burada mühüm anlamındadır. Mühüm qılma. Dərunim roşən ilə, elm ilə sən. Burunim roşən ilə, helm ilə sən. Helm səbru belə bir şey. Helmin mənasını bir də buradan soruşaq. Helm. Burunim roşən ilə, helm ilə sən. Gözümü xab-i qəflətdən iraq et. İraq uzaq. Gözümü xab-i qəflətdən iraq et. Gönüldə nuri təhqiqi çıraq et. Dəmi axirdə imandan ayırma. Ölən ləhzə. Dəmi axirdə imandan ayırma. Dilumi zikri subhandən ayırma. Dilumi şeirdə beləsi gəlibdir. Zikri subhandən ayırma. Şu saat kim dilim olmaya güya. Bəni hifz eylə şeytandan xudayanı elibdir. Xudaya. Niyə bu cür olubdur? Üstəki zı da onda pəs beləsi olacaq. O şeir ki orada dedik.
didaründən bəni məhrum qılma. Didar olacaqdı bu da. Didaründən bəni məhrum qılma. Oradakı zikr qələt oxumuşuq. Çünki mən onu z oxurdum. Aşağıda gördüm ki z oxumur. İndi gəldik düz oxuduq. Didaründən bəni məhrum qılma. Dedi mənim əfalümə etdirsə, mənim əfalüm etdir sana layiq. Didaründən bəni məhrum qılma. Müşərrəf qıl bəni mevhum qılma. Tamam. Gəldik bu axirə ki, bəni hifz eylə şeytandan xudaya. Ki, dedik dalın üstünə nədən isə nöqtə qoyubdu. Nə şirin söyləmiş ustad-ı məni. Bu bir beyti lətif xub, yəni kim deyib bunu? در آن ساعت که ما مانیم huy. Biz birdən hay-huy olacağıq. Hay-huy. Hay-huy bilirsiniz, səsdir. Yəni qutardı getdi. Zəbəxşayış furu məqzarmuyi. Bir tühcən bağışlamağı məndən əsketmə. Yəni bağışlamağın çox olsun. در توحید باری عز اسمه یا مظهر الحیات و یا محیی الممات انت الذی تفرد بالفضل والصفات ey vacib الوجود ki bər vahidiyyət bir həman olacaqdı ehtimalən. Ey vacib الوجود ki bər vahidiyyət kəşti dəlil cümlə vücudat mümkünat. Cəşd olacaq ehtimalən. Cəşd dəlili cümləyi vücudat mümkünat. Hər nə ki mümkündür ola bilər, onları deyir ki, sən yaratdın. Zatun təfəkküründə təhəyyürdül uqul. Vusufun vəsfilərin. Vusufun təsəvvürdə cümlə zat. Hər yanidən cənabünə dür səcdə niyaz. Hər yanidən cənabünə dür səcdə niyaz. Gər xanqahi məscidu, gər deyri sumenat. Sumenat əcəba haranın? ehtimal verirəm ki, bu Malezi, Endonezi tərəflərinin sumenat nə deməkdir? Ehtimal verirəm ki, əlbəttə burada deyir ki, nə mənə? Sumenat, sümenat da yazılır. Qədim Türkcə və Farsi Osmanlı üslubunda əsl kök. Səmən, saman. Bu söz qədim Farsidə səmən, ətir, xoşbu, xoşfulan, sumenat məcazi mənisi xoşbuyi, lətafət filan, irfani məndə sumenat, ruhani, lətafət və əsər. Pəs gər xanqahu məscidu, gər deyri sumenat. Deyri sumenat yəni ruhların, ruhçular. Mən yenə deyirəm o Malezi, Endonezi, qədim, hətta bəlkə əmrünlə dair oldu bu nöh nilü rəng. İndi nə deməkdir bu nöh nilü rəng? Buna da getməyim. Hökmünlə mərkəz oldu sənin xaki bi subat. Köhəniyyətin zatının künhiyyətin zatının necə idrak edər uqul. Künhiyyət yəni künhü, dibin. Sənin zatının dibin. Künhiyyətin zatının necə idrak edər uqul. Çün yox cənab-ı izzətinə həyyinu cəhad. Həyyin varlıq. İndi bu həyyini burada yazım, görüm ki, mən də bəzi kəlmələrdə şəkkə düşürəm. Həyyin nə deməkdir?
Türkcə qədim ərəb, türk və irfani ədəbiyyata çox işlənirdi və mənisi həyyinu cəhad, zaman və cəhad yoxdur. Qəhrün qılıcıdır ki, ədüv gərdənin biçər. Həyat. Nə mənə? Mürdiyə. Lütfün nəsimi durur ki, verər mürdiyə həyat. Bi misal, bi bədəlsin. بی مثل بی بدلسن بی شبهه بی نظیر رزاقی بنده و پروری خلاقی kainat. Pərvər sözü fikirlərim ki, türkcə olacaqdı. Gedib farsçada çox işlənibdi. Biz amma oradan adət elədiyimiz sözün fikirlərim ki, farsdır. Hər natiqin dilindəki Sübhan la yenam. Hər samitün oldu sününə ayat bəyyinat. Hikmətlərin ki zərrəcə yol bilmədi uqul, hikmətlərinə zərrəcə yol bilmədi uqul, qudrətlərinə aciz u sərgəşdədir şitab. Fəzlün olursa zəhər həlahil olar şəkər. Fəzlün olursa zəhr həlahil olar şəkər. Zəhri ki, həlak eləyəndi. Çox acı zəhər. Zəhər əslində acı bir şey deməkdir. Amma gedib ilanın üstündə ya o cür heyvanların ki, zəhərləri var, onların üstündə gedib, amma acıdır. Qəhər olursa, qəhrün olursa, zəhər dönər şəhd ilə nəbat. Qəhrün olursa, zəhrə həman zəhrə dönər şəhd ilə nəbat. Dönüb olar şəhru nəbat. Mədhündə acizəm nə deyim ey xudayı pak, murəm nə hədd ilə edim həmd ilə sənat. Murəm yəni qarışqayam. Ya Rəbbi həmd Əhməd Muxtar ali u, Ya Rəbbi haqqi zübde-i abai ümmühat, ərzaniqil xəliliyə didar cənnəti. Öz adını dedi Xəlili. Ta nazimdən ki lütf edə edir nəcat. Nar-i cəhimidən ana lütf eylə ver nəcat. Nar-i cəhim cəhənnəmin odundan. Bir dənə mətlə yazıbdı. Əla-i əndəli bi gülşəni can, gönül bağında ki مرغی خوشالهان، سنسن شفیعی یوم جزاده آنا نه غم، آنا نه غم. Ömer Xəlili Ömer deyil. Ömer Xəlili xəstə təpündən şəfa ummaq. Ömer yəni umar. Ummaq yəni ümid eləmək, bəkləmək, gözləmək. Ömer Xəlili xəstə təpündən şəfaəti etsən şəfaət kərəmündən nə ola kəm. Təpündən nə deməkdir? Buna bir baxım görün. Bu təpü bilmədim deməkdir. Təpündən. Təpiç ehtimalən görünür burada, amma təpiç deyil. Təpək, təbəq, sət təbəqə. Ola bilər ki, bu mənada olsun. Mən amma bunu bilmirdim. Ağac təpədən üçdü. Şaxı az sət, yəni bu şaxı az şax bir sət bud. Tamam, burada qutardı dərməti əshab-ı Rəsulullah. Bunları geçək. Görək şeydir. Ağaz suxan və ismi kitab. Əla ey bülbüli bağı bəlağət, suxan arayı gülzari fəsahət, səhər hincamının cüyəndəsisin, şikəstə dillərin cüyəndəsisin, sizə gəl can dəmağini tər eylə,
sözə gəl. Sözə gəl can dəmağini tər eylə. Can dəmağı, damağ həm bu buruna deyirlər, həm də düşüncəyə, beyinə deyirlər. O hal həvayı ki beyində var. Yəni düşüncə deməyək, duyğu. Beyində olan, içdə olan duyğuya deyirlər damağ. Sözə gəl can dəmağini tər eylə. Tər həm yaş anlamındadır, həm də məsələn bir dənə ağac göyərir yerdən, taza, ya bir şey göyərir, ona tər deyirik. Tərə də oradan gəlir də, deyirik tərə, türə, yəni yerdən taza göyəriblər, çox rahatca qırılan bir şey. Göyərən, taza göyəribdir, rahat qırılır. Biraz yekəlsə çox olsa ona qartıyıb deyərlər. Məsələn, tərə qartıyıb, yəni də bəhdir, yeməli deyib, çox bərk olubdur. Sözə gəl can dəmağini tər eylə, göyərsin, içindən tər bir şey çıxsın. Bir də insan tər eləyir, o da tərrir, 3 yerdə işləndi, buracan yadımıza düşən. O da bədəndən bir su çıxır. Bədənimiz bizim baca-bacadır, istəyək, istəməyək, bizim hər yerimiz, dərimiz baca-bacadır. Biz o bacalardan tərimiz çıxır eşiyə. Niyə tər çıxır? Tər çıxmasa ölərik. Biz məsələn qaçırıq, hava istidir filan bəhman. Əgər o tər çıxmasa eyv heyvanlar kimi. Heyvanlar məsələn deyək bəbr, pələng 100 kilometrə, nə bilim neçə kilometrə saatda qaça bilir. Amma 10 dəqiqə qaçsa ölər. Onun qaçdığı bir 20 saniyə, 30 saniyədir. Yəni ondan izafi qaça bilməz. Çünki tərləmir, ölər. Amma insan tərlir. İnsanın diqqət eləyəndə biz görürük. Yəni burada o əllərin, bacaların tər yerə çıxan yeri görürük ki, üzümüzdən, başımızda bizim insanın dərisi, əlbəttə bəzi heyvanlarda tərləri var, amma bilmirəm ki, onlarda nə düşdü. Sözə gəl can dəmağini tər eylə, gönül ayinəsin purzivər eylə, təfərrüc qıl bu aləm gülüstanın, müşərrəf eylə bağ-ı bostanın, bu gün sənsin bir şuridə bülbül. Bu gün sənsin bir şuridə bülbül, fəğan etmək dilərsən üştə gəl gül. Ya da fəğan etmək dilərsən üştə gül gəl. Yəni bu güldür, gəl. Üştə yəni bu. Bura. Güldür, gəl. Bir da ki, gəl, gül. Yəni, bura güllüqdür, gəl. Fəğan etmək dilərsən üştə, gəl, gül. Mən belə oxuram, çünki səsi üstə ikincisinə o qoyubdur, oradan gül çıxar, əvvəldəki də gəl olar. Sözündən çün fərəh bulur gönüllər. Sözündən çün fərəh yəni şadlıq. Ərəbcə sözdür. Fərəh, şad olmaq. Şad, gülməkdən fərqlidir ha. İnsan mümkündür gülmüyor, amma şad ola. İçində bir şadlıq ola. Sözündən çün fərəh bulur gönüllər, şəfa bulur qəmu göynüllü dillər. Şəfa bulur qəmu hamı göngüllü dillər. Nə çün pəs etməyəsən sözə bünyad? Nə çün pəs etməyəsən sözə etməyəsən sözə bünyad ki, eşidənlər olalar xürrəm-ü şad. Sözün nəzmində xərc eylə əməklər, əmək zəhmət. Əmək çəkmişəm, yəni zəhmət çəkmişəm. Əmək vermişəm, zəhmət vermişəm. Əmək vermişəm, yəni çox işləmişəm, zəhmət çəkmişəm. Bu anlamdadır. Orada işlənir. Sözün nəzmində çox eylə əməklər, ta şirin ola və pur nəməklər. Pur nəmək, bu nəmək sözü nə deməkdir, onu bilmirəm. Nəm sözündən gələcək ehtimalən nəmək sözü, bilmirəm haradan gəlib, amma duza işlənir.
Bu gün sənsin tün söz bəhrində qəvvas. Bu gün sənsin söz bəhrində qəvvas. Bəhr uqyanus, dərya. Bu gün sənsin sözün bəhrində qəvvas. Çıqar qıl bəyən bir qəç cöhəri xas. Çıqar qıl bəyən bir qəç cöhəri xas. Çıqar qıl, yəni çıqar qıl mürəkkəb eləyibdir. Qılmaqdandır. Çıxarcinən bir neçə cöhəri xas. Bəyənmək da mən burada bəyən oxudum. Bəlkə beyin olar, beynə. Çıqar qıl beynə, beynə orta ola bilər. Çıqar qıl beynə bir kaç cöhəri xas. Beyin yazıbdır, beyən. B-Y-N. Beyənə. Səs qoyub buna görə. Beynə yəni ortaya çıxar. Çıqar qıl beynə bir qəç, bir də beyin də anlamına ola bilər. Bu beyin ki deyirik, başda var ona. Çıqar qıl beynə bir qəç cöhəri xas ki burdur eyliyalüm can qulağın, can qulağın. Ki pürdür eyliyalüm can qulağın, müəttər qıləlüm əqlün dəmağın. Gəl indi söylə ey morğ suxəndan. Sənindir çünki söz nəzmidə meydan. Söz nəzmində meydan. Sənindir çünki söz nəzmində meydan. Girib meydana eylə pəhləvanlıq, hünərlər göstər et sahib qıranlıq. Sahib qıran görək nə deməkdir? Qıranlıq. Bir dəfə bunu çalışmışıq, amma zehnimdə deyildi. Qıran, Qur'an deyildi, qıranlıq deyil. Qıranlıq elm. Mutabiqi Qur'an. Mutun-i irfanidə qıranlıq, ilham ya nur fulan. Mutabiqət, siz ki qıranlıq əst. Onu tapa bilmədi, gərək şeylə tapam. Sahib qıranlıq. Sahib qıranlıq, görək ki nə yazır. Sahib darəndə, malik. Qıranlıq, roşənayi, qəranlıq deyil. Ha, qıranlıq da, amma niyə beləsi işlədib, bilmirəm. Roşənayi, nur, roşəni. Az Qur'an be məni nur ya roşənayi. Az qıran be məni nur و roşənayi. Nə sirfən kitab-ı müqəddəs. Tərkib, sahib qıranlıq, darəndi nur و roşənayi. Tamam. Oldu. Hünərlər göstər et sahib qıranlıq. Kərəm qıl söznanın, söznakün ol sözə bəşlə. Kərəm qıl söznakün ol sözə bəşlə. Nəvasüz aşıqüz novruzə bəşlə. Nəvasüz aşıqsüz aşıqüz nəvasüz aşıqüz aşıq. Nəvasüz aşıqüz novruzə bəşlə. Bəyan et eşq aşıqdən rivayət. Eşittir bizə bir şirin hikayət. Bəşunə gəldigi sodای eşqi. Bəşunə gəldigi sevdای eşqi. Sevda iş yazıbdır. Sevdای eşqi. Dəmadəm çəkdigün qoğay eşqi. Düzət nəzmi ilə bir şirin kitab et. Düzəlt. Yəni besaz farsça. Düzət nəzmi ilə bir şirin kitab et. Duasın bən qəribin müstəcab et. Okunsun adi fürqətnamə dinsün. Okunsun adi fürqətnamə dinsün. Adi fürqətnamədir. Qələm kim yazdı müşkün xamə dönsün. Müşkün qərə, həm də ətirli. Müşküdən gələndə
müşkidən gələndə bir növ ətirdir, deyirlər ceyranın göbəyindən çıxan bir ətirdir, ona müşki deyirlər. Amma mişki deyəndə mişkin qərə olur. Qələmin də bilirsiniz, cöhər məmulən qərə olduğu üçün də işlənir. Qələm kim yazdı müşkin xamə densün. Dönsün də olmalı, densin yəni deyilsin. Hikayət eylə hicran qəssəsindən, hikayət eylə hicran qissəsindən, rivayət eylə canan qüssəsindən ki hər kim oqya ya xoş ya xuz qılə güş. Xuz dey xud, burada xuz yazıb, dalın üstünə nöqtə qoyubdur. Ki hər kim oqya ya xud qılə güş, gəlib əqli bəşindən ola bihuş. Gedib əqli bəşindən baş ola bihuş. Sözünü şöylə söylə nazik u tər. Dedik nazik və təri dedik da. Ki eşidənlər deyə Allahu Əkbər. Buradan başlayır dastan. Dahi biz bu dastanı getmirik. Gedək kitabın əlbəttə 1 saatdan çoxdur bunu oxuram. 1 saat 8 dəqiqə. Hər 50 səhifəsindən bir səhifə oxuyayım. Yəni gedək indi burada 70-ci səhifəyə gəldik, 75. Burada şeirin başlarına qoyubdur Cavan halıma pursidən. Çu an halıma pursidən. Dedim, nəzərimə gəlir ki, sonra şair yazandan sonra divanı bir yerə toplayan adam ki olur məmulən deyək ki nüsxəçi. Bir adam ki pul alır, bir kitabı qoyur qabağına, üstünə fotokopi edir. Bu adam şeirlərin arasını bir-birindən ayırmaq üçün onlara titr qoyur, orta yazı qoyur. O orta yazında qırmızı ilə yazır məmuldə ki, yəni bu şairin sözü deyil, bu adamın öz sözüdür. Əlavə edir ona. Onu qırmızı, çoxu nədən isə bir çox yerdə bunları farsça yazırlar, türkçə yazmırlar, hətta türk kitabda. Savadını göstərir, bu şairin deyil, mənimdir, onu göstərir, bu cür bir şey. Buradan elə oxuyaq, yəni, çu halıma pursidən. Bana dedi, nədir halün ey dərviş? Ki nə üçün böyle zar dil riş? Riş, saqqalın ha burada şey var, ona deyirlər riş. Çünki dana belə tüklər də çıxıbdır da, riş buna görə. Əgər bədəndə də bir yara ola, məsələn dırnaqla çəkilə, ya bir ayrı heyvanın əli ilə çəkilə, onu da riş deyirlər. Çünki eyni şey kimi, əlbəttə rişə də bundandır. Rişə. O da bundandır. Çünki o da belə dana-danadır və ha belə gedibdir içəriyə. Yəni bu tüklər içəridən çıxır da. Bu da içəriyə, ətin içinə gedir əgər yara olanda. Ona görə deyirlər riş. Nə üçün böyle zar dil riş? Nədəndir illətün eylə və eylə roşən? Nola şayəd əlac edəm sənə bən? Yer şəməz böyle, yaraşmaz böyle yenmək sən qəribə. Yaraşmaz, yaraşmaz. Yaraşmaz böyle yenmək, yanmaq. Yaraşmaz böyle yenmək sən qəribə. Əgər bimarsən, gəl təbibə. Əgər bimarsən, gəl təbibə. Amədəni cavani və xəbər برسیدن. Dedim ki merhaba ey yar cani, çe akdamın benim ruhum revani qədəmlərin. Tabib olmaz benim halimden agah, elac edemez lütfünden Allah. Elac edemez lütfünden Allah. Benim derdim beğayet çoktur ey yar. Elacı kimsenin etmez bana kar. Elac dava. Biri budur ki göclüm getdi əldən. Ürəyim əldən getdi, göclüm əldən getdi. Biri budur ki göclüm getdi əldən. Bəkli al ayaq qaldı əməldən.
bikəlli, bəkilli ya da əl-əyəq qaldı əməldən, bekülli, bəkülli, kökündən var yoxundan, dibdən, bekülli yəni kökündən, bekülli əl-əyəq qaldı əməldən, birisi daxi bu kim görməzəm xab. Birisi, o birisi biri budur ki, görürüm əldən gedibdir, əl-ayağım işə gəlmir. Birisi daxil bu kim? Görməzəm xab. Yuxuya gedə bilmirəm, yuxu görmürəm. Yəni yuxu görmürəm, yəni yata bilmirəm. Burada görməzəm xab, yəni yuxuya gedəmirəm. Uğudən ac qədər içdi kim ab. Ağudən acır qədər içdigüm ab. Ağu ehtimalən ağudan acır qədər. Görün bu nə qədərdir. Ağu bir dana bir şeydir amma süd deyil amma bəlkə də süddür, nənə südü. Ağudən acirə qədər içdigüm ab. İçdigüm ab. Ağudan bunu niyə buradan da şey elədim? Ağudan acrə qədər içdigüm ab. Bu cümlə həm qədim türkcə, irfani, ədəbi üslubdur və ləfzi və məcazi məna darı. Açıq mərhələ be mərhələ. Ağudan acr qədər içdigüm ab. Lüğəvi təcziyə. Ağu, sefid, pak, roşən. Ağu. Süd olacaqdır. Ana südü. Ağudan əz. Acır. Vəzn, miqdar, əndazə. Türkcə, qədim türkcədə farsiyə əsər eləyibdir. Acır kəlməsi acırdan gedibdir. Acır. Bizim nənələr işlədərdilər. Allah Allah. Çörəkdə işlədərdilər, amma cümləsi yadıma gəlmir. Bir də acı mənasına da ola bilər. Amma acır burada qədr, əndazə, ərziş, miqdar, açdı kim, rixtə əm, cəryan dadə əm, nazil kərdəm, ab, su. Tamam. Ağudən acır qədər içdigüm ab. Acır çox az, yəni burada vəzn dedi, ondan sonra. Budur bir illətüm kim yeməzəm heç. Bir də gecə yemərəm. Su içmirəm, biraz əllə su içirəm, nənə südü qədər. Tamam. Bu şeircidir 150-yə gedək. Oradan da bir neçə səhifə, bir səhifə oxuyaq. Çünki istəyirəm qəzəl. Yarımı bəndən cüda qıldı, cüdam olsun rəqib. Rəqibi tərsə yazıb, calibdir. Rəqibi həm başı üstə yazıb, həm də tərsə. Yəni buradan ki yazır, gedibdir rəqibi çöndərib tərsə baş üstə yazıbdır, həm də rəqib beləsi yazıbdır. Çox calibdir bu. Yarımı bəndən cüda qıldı, cüdam olsun rəqib. Bu bəlaya cəhanda şadikam olsun rəqib. Alməsin əmma ki qəmdən bülməsin, aman burada mənasıdır. Olmasın amma aman. Olmasın amma ki qəmdən bülməsin birdəm nəcat. Dərdi əşqüm çəkməki üçün müstədam olsun rəqib. Dərdi əşqüm, əşq burada göz yaşı. Dərdi əşqüm çəkməki üçün müstədam olsun rəqib. Əlbəttə burada əşq ehtimalən əzab da mənasına gəlir. Əşqin görək bir ayrı mənası var ya yox. Dərdi əşqüm nə mənə idi?
Dərd əşküm çəkməçi üçün. Tamam, istəmir, elə bu qədər görər. Deyir ki, qədim türk Osmanlı ədəbiyyat və irfanda istifadə olunub və həm lüğəvi və həm irfani məna da varıdır. Açaq, lüğəvi mənası dərd, rənc. Əşk, əşk çeşmi, yəni bəyan qəməngiz. Lüğəvi, əşk, rənc filan dərd caridir. Dərd əşk, yox, bu əşk bu mənada olmayacaqdır. Məncə biraz ayrı mənası olmalıdır. Amma burada bir şey gördüm. Mənəvi söz dərdi əşk, əşk mən əz rənc. Aşağıda da bir şey yazdı. İslahat itala verdim. Tamam. Dərdi əşküm çəkmək üçün müstədam olsun rəqib. Ömrü olduqca bəladan qurtulub şad olmasın. Aqibət rüsvay olub bir dar am olmasın. Bərdar am olsun rəqib. Bərdar am, yəni umum gözü qabağında dara çəkilsin. Çox pis nalə nifrin eləyibdir. İrməsün hərgiz muradə həqdən ol mənnai xeyr. Allah Allah, çox pis qarış eləyibdir. Gedək 200-ci səhifəyə. 209-da bir şeyə icazət yaftən əşq bi məhbub. Gördünüz, burada əşq yazıbdır. Məncə əşq burada ayrı bir şeydir. Görək ki, nə çıxır. İcazət yaftən əşq bi məhbub həmsüxən qoftən. Qoftən əlbəttə. Qoftən ki deyil, qoftən. Pəri ruxdan icazət buldu çün. Yaş. Yaş, göz yaşı. Pəri ruxdan çün icazət buldu çün. Pədiruxdan icazət buldu çün yaş, girib dərhal əyağında qodi baş. Girdi, dərhal əyağında qoydu baş. Dedi kim, ey diyari hüsnə xosro, cəmalündən irər xorşidə pərto. İrər xorşidə pərto, xorşidə onun işığı sənin cəmalından xorşidə gedir. Çox gözəl bir tərif deyir yarına. Həmişə dövlət ilə müstədam ol, səfa və işrət ilə şadkam ol, nicari əbri qərib xəstə dil var. Nicara əbr oxumuşam, qələt oxumuşam. Nicara bir qəribi xəstə dil var. Ғəni eşqünlə olmuşdur giriftar. Davam eləyəcəm bunu. Sənin ol bəndeyi dirünün ey dost. Dirünün yəni uzun zamandır səndən dost. Bəndədir sənə. Sənin ol bəndeyi dirünün ey dost. Həman qılmış əriyüb sövgülü sükünlü pust. Sümük biz deyirik, o cür olacaq da. Əriyib, indi bu biz sümük deyirik İran, Azərbaycanlılar, Qəşqaylar, biz sümük deyirik. Türkiyədə gəmiç deyirlər. Türkiyədə sümük burun suyuna, ki biz fırtıq deyirik, ona sümük deyirlər. Burada biraz fərqimiz var. Ola bilər, burada onu işlədibdir, amma mən bunu niyədən isə o cür yazmayıbdır. Yazıb ki, həman qılmış gəlmiş, həman qalmış gəlmiş, həman qalmış əriyüb sümükün o pust. Sümük o pust gərək olsun, amma sükük pust. Biz dediyimiz olsa, yəni Azərbaycanlıların dediyi olsa, bir sümük ilə, dəri ilə şey qalmışam, dəri ilə sümük. Türkçə desək, yəni Osmanlıca, Türkiyə türkçəsi desək, bir dəri bir gəmik qalmışam. Gecə gündüz eşitdir nalə və ah. Gecə gündüz eşidir nalə və ah. Ana rəhm ilə gəl ey sün-i Allah. Əlin alğıl, kərəm qıl ol fəqirün. Əlin alğıl, əlin alginən, kərəm qıl ol fəqirün. Xuda olsun həmişə dəstigirün. Qulundur ey sənəm qapında xoşdur. Duacidir şəha tapündə xoşdur. Orada ki tap oxumuşduq, yenə burada çıxdı. Tapu, tap. Tapında xoşdur,
Tapu indi qəbalə anlamında işləyir. Amma dedik ki, burada duacıdır şəha, tapündə xoşdur. Qoyuram. Duacıdır şəha, tapündə xoşdur. Elə idi. Bəli, tapündə. Duacıdır şəha, tapündə xoşdur. Duacı, dua edici, şəha öndə bilirik. Tapündə həman təbəqə, səth, layə, caygah, səth müşəxəs. Tamam. Tapun indi qəbalə deyilir, amma elə qapında yenə də o anlamda gəlir. Rəva midir ki, ey xurşid çəhrə. İstəyirdim əşq sözünü tapam, görürəm ki, burada nə işlənibdir, amma görmürəm. Yəni beləsi baxıram, görmürəm o sözü. Gedək 300-cü səhifəyə. İstəyirəm biraz daha o birisi kitabdan oxuyam. Fürqətnamə. Yox, gedək biraz da qabağa 300-cü səhifə olsun. Ətai fərmayət. Ətai kimdir? Bəşlədi qəmzün xədənci corə bünyad etməkə. Bu şeiri, bu səfəni, yəni şeiri başlayan yerdən oxuram, ona görə əlbəttə biraz daha arxaya keçsəm, dalı keçsəm. Nəsimi fərmayət. Nəsimini yazıbdır, tamam. Nəsimi yazdığı oxuyaram. Nəsimi fərmayət. Gəl ey dilbər ki qan oldu gögül eşqün bəlasından. Tamam, bunu da görüm əcəba bu şeir var ya yox. Yəni mən Nəsiminin şeirin axtarıram, onun üçün gəl ey dilbər ki qan oldu gül, həman gönül, gögül, eşqün bəlasından kərəm qıl vəslə qır tərbini qur tərbini hicrün cəfasından görək ki bu şeir kimdəndir? در منابع استاندارد و جستجوی آنلاین اثبات شده نتوانستم نام شاعر یا منبع دقیق این بیت را پیدا کنم. یعنی این مصرع شعر ظاهراً از یک اثر معروف کلاسیک ثبت شده در ادبیات فارسی یا ترکی سنتی نیست که اسم شاعرش مشخص باشد. بیت شما چنین است: گل ای دلبر که گان oldu gögül hashtag belasından eşkün ben bunu غلط yazmışam. Ey dilber, gel ey dilber ki gan oldu gögül eşkün belasından kerem kıl vesl ile gır terbini hicrün cefasından. Tamam. Bu şiir kimdendir? Hangi çağa aiddir? Tamam. Görək ki bundan nə deyir? Zahirən Nəsiminin bu şeiri də yenə tapa bilmir.
متاسفانه نتوانستم یک منبع مشخص و معتبر پیدا کنم که بگوید این بیت ترکی ترکیب عرفانی که نوشتی جلی دل برچگان oldu cöcül eşkin belasından kerem kıl vesliyle gır terbini hecrin cefasından ترینی de olabilir متعلق به شاعر تاریخی مشخص مثلا صائب تبریزی نظامی نسیمی و باشد اما می توانم چند چیزی را با توجه به دستور و سبک شعری که دارد بیان بهت بگویم سبک و محتوا این بیت به زبان ترکی آذری عثمانی نزدیک است و بیشتر در اشعار آشکانی عرفانی و مذهبی دیده می شود نه در قالب ادبیات کلاسیک رسمی مثل دیوان صائب یا نظامی احتمال متعلق بودن به نوحه یا شعر مذهبی tamam bilmedi Görürüm indi bu ne? Acaba bu beytin bu bir gazelin en başında gelen beytin galanın tapa bilir misin? Görək bunun qalanını tapa bilər misin? بعد از گشت و گذار در مورد موجود متاسفانه نتوانستم نسخه کامل یا اصل غزل شعری را که با این دو مصرع شروع می شود پیدا کنم این مصرع ها در نتایج قابل استنادی از دیوان شاعران کلاسیک یا مجموعه های رسمی شعر ترکی آذری یافت نشد همچنین تا این لحظه هیچ مرجع معتبری نتوانستم نام شاعر یا زمان مشخص پیدا کنم جستجو در پایگاه شعر شاعران کلاسیک شهریار نسیمی نظامی و دیگران نتیجه معتبری نداشت در صفحات اشعار ترکی موجود در فضای اینترنت از قبیل کانال‌های شعر و نوحه نیز این بیت به عنوان بخشی از غزل کامل با منبع و شاعر مشخص یافت نشد احتمالا ممکن است این دو مصرع بخشی از نوحه ترکی یا شعر محلی عامیانه باشد که فلان indi bunun qalanını yazsaq nə olar şeir hardaydı تعالی الله نه صورت سن bu husniyle bu xulqiyle تعالی الله نه صورت سن bu husniyle bu xulqiyle که دیدارون necə görsəm که دیدارون necə görsəm gözüm töyməz liqasından gözüm töyməz liqasından bu iki beyt bu şiirin qalan hissələrin bulmağa yardımcı ola bilərmi? چنل همان دیر چی پیدایی نشد شاعر و پس bu da Tazaşdan bu da Nəsimi Həzrətlərindən bunu yenə də burada çoxaldaq Nəsimi fərmayət bu bir bu da iki tamam buradan geldi ama Nəsiminin bu şeirini oxuyaq Nəsimi fərmayət gəl ey dilbər ki qan oldu gönül eşqün bəlasından Kerem qıl vəsl ilə qur tərbəni hicrün cəfasından Tealəllah nə surətsən bu hüsn ilə bu xulq ilə
hüsnü gözəllik xolq əxlaqın gözəlliyi. Ki didarın necə görsəm, gözüm toymaz ləqasından. Gözüm toymaz, gözüm doymaz. Göz acılığı çox mühümdür. Ayağın toz ey dilbər, yaraşır gözümə sürmə. Ayağın tozu ey dilbər, yaraşır gözümə sürmə. Ki yek durur anın tozu həkimin tutiyasından. Ki yek durur, yəni daha yaxçıdır. Daha yek durmaq, bu yek sözü türküdə möhkəm durmaq, mühüm olmaq, əhəmiyyətli mənasında daimən işlənibdir. Ehtimalən də buradan gedibdir Farsiyə məsələn. Ki yek durur anın tozu həkimin tutiyasından. Tutiya da gözə çəkərlər sürmə kimi. Bir gönül dərdinə ya Rəbb ki dərman eyləməz çünki. Bu gönül dərdinə ya Rəbb ki dərman eyləməz çünki. Qəti heyran olur hər dəm təbibanın dəvasından. Qəti, qət'i, qatı mənasında, yəni kökündən, dibindən, kökündən. Qəti heyran olur hər dəm təbibanın dəvasından. Bəni eşq oduna atan göz müdür ey nigar amma. Bəni eşq oduna atan göz müdür ey nigar amma. Ben bağrım agar yaşım gözümün macerasından. Benim bağrım agar yaşım gözümün macerasından. Nəsiminin təni şülgün ki topraq ilə eşqün. Nəsiminin tinin ruh. Tin ruh mənasındadır türkçədə. Əsl qədim türkçədə tin yəni ruh. Nəsiminin tinin şülgün ki topraq ilə eşqün. Sən sinəndən gəl niyaz eşit həzaran mərhəba səndən. Ehtimalən bu sinindəndir. Senindən gəl niyaz eşit həzaran mərhəba səndən. Bu şeirdə zahirən Nəsimidəndir və Nəsiminin şeyində yoxdur, divanında yoxdur. Bu da bir cəlib bir şeydir ki, bu günləri rast gəldik. Allah nə deyirlər? Gedək 400-cü səhifədən də axir səhifələrdən də biraz oxuya. Bir dənə şey, yəni tamam. Bu 405, 400 bu axir səhifələr görürük. Amma bu şeyə görə bir axtarış eləməliyəm bu kitaba görə ki, görün bunun tarixi ha zamandır. Adını bildik, divanın adını bildik, şeirin modeli ilə tanış olduq. Amma axir səhifədə 292-dən bir neçə sətr oxuyaq, şey geçsin. Görün bir dənə də geçsək dalıya. Ola kim ərgörə vəsli nicarə. Ola kim ərgörə vəsli nicarə. Nətün sana bu ahım qılmadı çarə. Ehtimalən çarədir, bəlkə də o səsdir, onda belə olar. Ola kim ərgörə vəsli nicarə. Nətün sana bu ahım qılmadı çarə. Ya çar. Dəxi odlara yanayınmi hey yar. Dəxi odlara yanayınmi. Yanayım ikimiz də yanaq. Dahi odlara yanayınmi hey yar. Nədəm gecə olur bağrım əzilir, bağrım əzilir. Bəşümə qarə yazdur yazılır. Başıma qarə yazıdır yazılır. Başıma qərə yazı yazılıb, alnıma qərə yazı yazılıbdır. Görürlər göclümü kim qiyğuludur.
Qayğılıdır. Qayğılı, qayğı. Qayğı, yəni nigarançılıq, narahatçılıq, əfsurdə, rəvani məşələ. Görürlər ki, göglümü kim qayğılıdır. Sönürlər yox yerə, dərdlər dəludur. Deyirlər, sənürlər, sanırlar. Yox yerə, dərdlər doludur, dərdlər doludur. Nə yüz görə bilirəm yaşımdan. Yaşımdan üzləri görəmirəm. Nə yüzün görə bilirəm yaşından, nə gedər eşq sevdası başımdan. Yaşımdan, yaş dedik göz yaşı, nə gedər eşq sevdası, sevda yazmırdı, sevdası başımdan. Ya büləm yemliyilə sən nicari. Ya büləm yelməgilə. Bunu başlatmıram. Yelməgilə sən nicari. Əgər bulmazsan bu yolda bari. Yelaram yel kimi ta həşr olunca. Yelaram yəni yel kimi əsərəm. Yelaram yel gibi ta həşr olunca, yanaram mum gibi ta kim ölünca. Mum nə? Şəm. O şey ki şəm deyirlər, o türkcə mumdur. Yanaram mum gibi ta kim ölünca. Kecani oda yakmışdır fəraqun. Kecani oda yakmışdır fəraqun. Sənin fəraqun, səndən uzaq düşmək canı yandırıbdır. Dəlilə şərh olunmaz iştiyaqun. Sənin sənə olan iştiyaqı dəlillə demək olmaz. Dəlilə şərh olunmaz iştiyaqun. Xiyalın gözümdə, dilimdə adun. Xiyalın gözümdə, dilimdə adun. İki aləmdə haqq versin muradun. Haqq Allah, muradı yəni arzuvu, dilək. Dilərivi versin. Dilin istəyəni versin. Öyərsəm gördüyüm düşümdə sənsin. Oyarsam, uymaq. Uymaq, yatmaq. Üyərsəm, yəni yatarsam, gördüyüm düşümdə sənsən. Yuxumda səni görürəm. Oyanırsam, hər dəm göglümdə sənsən. Ayılanda da göglümdə olan sənsən. Tamam, bu kitabı gördük. İndi bu kitabın haqqında bir qıssa araşdırma eləyək, görək ki, bu kitab ha zaman yazılıbdır. Xəlili adlı bir türk şair var ki, onun şeir divanının adı Fürqətnamədir. Bu adam hangi çağda yaşamışdır? Tarixləri Hicri yaz. Tamam, görək nə deyir. اگر منظورت خلیل الله خلیلی است، پس می توانم به طور دقیق بگویم که او یک شاعر برجسته معاصر افغانستانی بود. Bu değil. Türk yazdık ki orada biz yazdık. Bu adam Türk'dür. Fürqətnaməni də yazdıq burada. Billəri islah eləyək. Xəlili adlı bir Türk şair. Xəlili adlı bir Türk şair. Bu Türk'ün dövrəsinə. Türk şair. Tamam, bunu koyduk. Var ki onun şiir divanının adı Fürqətnamədir. Bu adam hangi çağda yaşamışdır? Şeirlerin Osmanlı Türkçesinde
yazmış görünür. Biraz biz buna ittilaat verək, görək ki, doğru tapıb deyə biləcəkdir ki, bu kimdir. با توجه به منابع معرفی شاعر معروف به خلیلی و دیواننامه فرگتنامه به نظر می‌رسد یک اشتباه در نام و منبع تاریخی وجود دارد. شاعری که در منابع معتبر با نام خلیل الله خلیلی شناخته می‌شود شاعر فارسیگوی معاصر افغانستان است، نه شاعری کلاسیک عثمانی. اول دوره سنتی ادبیات ترکی زبان او خلیل الله خلیلی نام دارد. آخه خلیل الله demək ki خلیل الله خلیلی adın sənə kim dedi mənim sorumda Xəlili deyə yazılıb ki bir şairin təxəllüsüdür. Həmidə əski zamanlarda yaşamış bir Türkdür. Tamam. Görək bura görə bir şey gətirə bilir ya yox. indi تقریبا بعد از جستجو در منابع فارسی، انگلیسی و ادبیات آنلاین نتیجه مشخصی درباره یک شاعر عثمانی ترکی زبان قدیمی با تخلص خلیلی و دیوان مثنوی با نام فرگتنامه که به عنوان اثر شناخته شده و ثبت شده در تاریخ ادبیات کلاسیک باشد پیدا نشد. جستجوی من نتایج معتبری برای یک شاعر کلاسیک ترکی با نام تخلص خلیلی و دیوان فرگتنامه نیاورد و هیچ منبع تاریخی یا ادبی معتبر چنین اثری را تایید نمی‌کند. آنچه تایید شده نیست. هیچ مرجع معتبر نمیگوید که خلیلی شاعری تاریخی عثمانی بوده که دیوان فرگتنامه buna mən yazım ki bunun Türkçe divanıdan bir PDF mənim əlimdədir. Bu şəxsin Fürqətnamə adlı divanı mənim Türkçe divanı bir PDF yazmışam, PDF mənim əlimdədir. Şeirlərində kendisinə Xəlili demişdir. حالا واضح شد آنچه تو در اختیار داری نسخه از اشعار شاعر تاریخی ترک زبان به نام خلیلی است و به نظر میرسد او در دوره کلاسیک ادبیات ترکی عثمانی آذربایجانی زیسته و اشعارش در مجموعه های نسخ خطی مجموعه باقی مانده اند. هویت واقعی خلیلی در ادبیات ترکی طبق تحقیق ادبی جدید حلیلی نام شاعر قرن 16 میلادی min 10 1100 arası Hicri qəməri. Yəni 1500 ilə 1600 alındı ki در منابع عثمانی ترکی کلاسیک شناخته می شود. این نام او در منابع رسمی زمان خودش ثبت نشده بلکه پس از قرن 16 از طریق نسخه های شعری در مخزن نسخه های خطی و مجامع اشعار شناخته شده است.
او تباری مشخص ندارد. خلیلی تخلص شعری است، یعنی اسم ادبی نه اسم خانوادگی مدرن. اطلاعات بیوگرافی دقیق او در منابع زمان خودش نیست یا بسیار کم است. در چه دوره‌ای زندگی می‌کرد؟ بر اساس مقاله‌های ادبی ترکی، خلیلی شاعر قرن 16 مسیحی، مطابق شیوه شعر، وزن، سبک و هم دوره بودن با شاعران شناخته شده عصر عثمانی. این دوره تقریبا برابر است با حدود اواسط سده 10 هجری قمری تا اواسط سده 11 هجری قمری که از نظر میلادی می شود حدود قرن 15 تا 17 میلادی. درباره دیوان‌ها و نسخه‌ها، اشعار خلیلی در مجموعه‌های منسوبات مجموعه در کتابخانه‌های قدیم عثمانی مثل مجموعه رشید افندی در کتابخانه سلیمانی استانبول دست‌نویس شدند. در این مجموعه اشعار او در کنار اشعار شاعران دیگر جمع شده است، مشابه شیوه گردآوری دیوان. بعضی از تحقیقات جدید درباره او در ژورنال‌های ادبی ترکی منتشر شدند که سبک و دوره او را بررسی kardand. Tamam. Pes biraz fişara koyanda gəlir bu şey edir. Tamam. Bu günləri bu kitab dedi ki, nə zamanda yazılıb? Əsası bu idi. Tarixin çıxardıydıq buradan. Dedi ki, 1100 ilə 1010-una 1010 ilə 1100 arasında, yəni 90 il ehtimalən ömr eləyibdi. Tarix 1010 ilə 1100 Hicri qəməri illər arası yaşamışdır. Bu birinci kitab, buradan açdıq, oxuduq. Əlbəttə fikirlərim ki, 2 saatı yetişdirdik təqribən. Gedək ikinci kitabı görək ki, ondan üçün lüğətnamədir. Ondan bəlkə biraz şey qutarırıq. Bu kitabın yazıb ki, Fərhəngi lüğət farsi və türki. Mən üçün lüğətdə əlim yoxdur. Çox zəifəm və hövsələm də çəkmir lüğət oxuyam. Ona görə bunu biraz sürətlə gedəcəm. Kitabın əvvəl həmişiyə tay kitabın əksinə baxırıq, kitabın kağız vəziyyəti nə cürdür? Görürük ki, kitab cırılıbdır. Cildi cırılıbdır. Cildinə kağız divarı kimi bir kağız tutmuşmuşlar. O da cırılıbdır. Kitabın cildini götürüblər, qoyublar üstünə. Kitabın hər halda cildi çox darmadağın olubdur. Səfəni açıbdır, için görürük cildidə yapışan kağız qərədir. Bu tərəfdə ki, ağ kağız olacaqdır. Burada yazıblar ki, 175 səhifədir, amma elə əvvəlimci səhifədən görürük ki, PDF-in hər səhifə 50 səhifə olmalıdır. Kitabın görürük ki, şirazəsi cırılıbdır, sirişomla yapışdırıblar, sirişom da qopubdur. O cırılmağı görürük. Süleymaniye Kütüphanəsində İstanbulda saxlanmasını da burada möhründən görürük. Kitabın mətninə geçirik. Bismillahirrahmanirrahim ilə başlayır və farsi kəlmə və türkü kəlmələrin sözlərini yazıbdır. Burada bir möhür görürəm. İstəyirəm bu möhrü bir görüm oxuya bilərik. Əgər bu möhür bizə çox şeylər möhürlərdən öyrənmək olar. Vaqifi نامتر الهات خلیل عالم اسرار بولان حقدن دلر آخر حزل kitabını Vaqif nabnəm Hacı Xəlil belə bir şey oxundu. Kitab gördüyünüz kimi çox saralıbdır. Su keçib içinə, saralığın əlaməti budur ki, çox su keçibdir, üstünə yemaqdan zaddan tökülübdür. Kağız neçə yerdə cırılıbdır, ortası cırılıb gedibdir, qıraqlar cırılıb, ayrı kağızla yapışdırıblar. Şirazədən cırılıb, onları ayrı kağızla yapışdırıblar. Görünür. Neçə dəfələr bunun üstünə su tökülübdür. Neçə dəfələr. Bəlkə 6-7 dəfəyə can bunun üstünə su tökülübdür. Hətta bir qırmızı bir şey tökülübdür. Ehtimalən məsələn gilas suyu zadı ola bilər. Amma çox səhifələrə keçdiyi üçün bu bəllidir ki, bir rəng kimi bir şeymiş keçibdir. Getdikcə də ortaya zahirən o rəng azalır. Zahirən farscasın yoğun xəttinən və gözəl xəttinən yazıbdır. Türkcəsin nazik xəttinən və
biraz o farsını o gözəllikdə yazıbdı, bunu o gözəllikdə yazmayıbdı. Eyni halda kəlmələrin altında yazıbdı və biraz tozih verib. Zahirən bəzi kəlmələr görürük ki, tozih veribdir. Bu kitab getdikcə o su dedim elə həman vəziyyətdə qalır. Rəhlərdə də rəng, cöhər bunu göstərir ki, cöhərin, bu rəng cöhər qərədir, bu cöhərin rənginin içində qırmızısı da var. Ona görə bəzi yerdə ki, su çox tökülübdür ya su çox qalıbdır, o cöhərdən o qırmızı çıxıb eşiyə. Əgər belə ola bilsə, yəni ola bilər ki, başqa bir illəti olsun, o cümlədən ola bilər ki, məsələn, o şey ki, tökülüb onun özünün rəngi də suda, amma bir belə kağızdan bir belə zaman keçməz, yəni bir belə səhvə keçməz, zaman deməyək, bu qədər səhifəni keçib gəlməz bura. Onun üçün bu, qaydətən bu qırmızıların özlərinin, əlbəttə ki, qırmızı yazı ki vardı, bu qırmızıların özlərinin rəhləri də var, amma o yerdə ki, bəzən görürük qərədir və qırmızı yazı yoxdur, orada da bu qırmızını görürük. Kitabın sonuna gəldik, yenə də aynı, burada da Hacı Xəlil deyilə bir bu kitabı şey eləyən, möhrü, yəni o möhrü görürəm, ona görə istədim bu möhrə bir baş çəkən bu görürəm, bu möhrə həmandır. Lütfi Nazir, Vaqif Nazir ya nəzər Əl-Hac Xəlil. Aləm əsrarı olan həqdən dilər əcr cəzi və xoşuma, yəni mənim savada və fars dilinə yazıb ki, o ba qətəncidən tənzir olmaq. Yəni buna görə mən oxuya bilmirəm, çünki bilmirəm da, yəni bilmədiyim bir şeydə yox olur. Sümülcümük, evdürmək, əksdürmək, biz Təbrizdə, Azərbaycanda deyirik, bu Türkiyədə qəşqəlmək idi, bu da ikincisi, indi yazacaq burada ki, Fərhad. Adı bilir, əvvəldə yazanın adı yox idi, bir də qeydsiz əvvələ 350 səhifə olmalıdır. Əvvəldə görürük heç zət yazmayıbdır, axirinə də bəyək baxdıq, orada da bir şey yox idi, amma gedək bir də axirdən, yenə burada eşqidən yendi, şikəst yemək, ehtəva, kəndüvi ac tutdi. Ehtiva kendisini az tutmaq. Tamam, bunlar da ərəbcə sözlər. 1100 ilinin arasında bu adam olmuş olsa, yaxşı 1100 ilinin arasında bu adam olmuş olsa, yaxşı 1070-də məsələn yazıbdı. 1070-də məsələn yazıbdı. 1070 deyək, 1080 deyək məsələn. 70 deyək, 1080 deyək məsələn. Əslisi budur ki, ikisinin ortasının ili 367 il falan öncə bu kitab yazılmış olar. Öncə yazılmış. Tamam. Beləliklə bu günü də Allaha şükrlə ki, bir dana gözəl kitabla tanışdıq və içində bir dana səhvə vura tapa və bu Nəsimə tapa və bu Nəsiminin bu şeirində yenə tapmadı, bu şeiri də mən əksini saldım, qoyam bir yerdə, bəlkə bir zaman bu uyğarlıqlardan daha bir neçə kitabla tanış olarıq. Allahın əmanında.